İndi hal-hazırda Nəcəf şəhərində Həzrət Əli əleyhissalamın hərəminə çox yaxın bir yerdə gözəl bir yer var ki, Həzrət Əli əleyhissalamın yəni həyatından bəhs edən bir muzey mi deyim, bilmədim nə deyim, onu sizə göstərəcəm. Çox dəhşətli bir yerdir. Ayakkabılarımızı çöldə çıxarır, içeri daxil oluruq. Burada birbaşa Həzrət Əli əleyhissalam haqqında olan bir... Bu ilk önce Kəbə evidir. Kəbə evin görüntüsüdür. Həzrət Əli əleyhissalamın Rəcəb ayında dünyaya, Kəbə evində dünyaya gəlişini. Her şey burada bir simbol kimi düzəldiblər, amma o qədər gözəl, o qədər təbii düzəlib ki, inanın Allaha baxanda adam yəni dəhşətə gəlir. Hər bir şey. O yəqin ki, Kəbə evində olanlar görüb, Məkkədə Kəbə evinin bir tərəfindən anası Fatimə bint Əsədin Kəbə evinə daxil və Həzrət Əlinin orada dünyaya gəlməyi. Burada həmin o mənzərədir ki, Məhəmməd Peyğəmbərə peyğəmbərlik gəlir və 3 ildən sonra Peyğəmbərə vəhy gəlir ki, artıq öz qohumlarının, öz yaxınlarının ətrafında sən peyğəmbərliyini bəyan elə. Və Həzrət Əliyə deyir ki, qohumları bir yerə cəm elə. Bax, o gördüyünüz Məhəmməd Peyğəmbər yanında Həzrət Əlidir və orada Peyğəmbər buyurur ki, mənim yanımda kimlər var? 3 dəfə eyni sualı verir. Hər üçündə də o Həzrət Əli uşaq olmağına baxmayaraq deyir ki, mən. Yəni Həzrət Əli əleyhissalam lap balaca vaxtından Məhəmməd Peyğəmbərin yanında olub, onun tərbiyəsində alıb. Bu ikinci səhnə. Bu üçüncü səhnədə ki, Peyğəmbərə peyğəmbərlik gəldiyindən sonra bir dənə bu evlərə baxın, görün necə gözəl, necə təbii, hər şey təbii. İnanın ki, elə bir ki, bir anda özünüzü orada hiss eləyəcəksiniz. O qədər gözəl, hər şeyi düzəldiblər ki, o Peyğəmbərə peyğəmbər gəldiyindən sonra Məkkə müşrikləri, Allah lənət eləsin hər birinə, onlar öz uşaqlarına öyrədirlər ki, Peyğəmbər yoldan keçəndə Peyğəmbərə daş atsınlar. Nəzər eləyin, bax, yerdə daşlar da var. Hətta orada uşaqların əlində də daş var. Yəni, elə gözəl düzəldiblər. Həmin o vaxtlarda da Həzrət Əli əleyhissalam yenə Məhəmməd Peyğəmbərin yanında olur. O Peyğəmbəri qoyulur uşaq vaxtından. O uşaqları cəzalandırır. Həmin o uşaq. Qoymur ki, heç bir uşaq. Ay qız. Ki, yəni hər şey orada Məhəmməd Peyğəmbəri qoyulur. Ən gözəl səhnələrdən biri, ən gözəl səhnələrdən biri Həzrət Əli əleyhissalamla xanım Zəhra əleyhissalamın izdivacı və Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm özü bu izdivacı, özü bu kəbini kəsir, onların izdivacı. Allah, nə bilim, o qədər gözəl mənzərə, o qədər gözəl bir ab-hava var ki burada. Amma bundan sonraki səhnələr ağırdır. Bu Xeybər müharibəsidir ki, Xeybər döyüşüdür ki, Yəhudilərin Xeybər qalası, görün necə gözəl düzəldiblər Yəhudilərin Xeybər qalası, baxın, baxın. Burada o Məhəmməd Peyğəmbər bayrağı Həzrət Əli əleyhissalama verir və Əli əleyhissalam gəlir, Yəhudilərin ən böyük cəngavəri olan Məhrəbi. Bu Məhrəbdir də, bunu cəhənnəmə vasil eləyir və Xeybər qalasının yerindən qopardır. Çox gözəl, hər şey canlı, hər şey çox gözəl bir mənzərədir burada.
bu Peyğəmbərin vida həccində, dönüşündə Qədirxum adlı məntəqədə Peyğəmbər buradakı son vəsiyyətini demək olar ki eləyir və burada o kisələri yığırlar, üstünə çıxır və o vəsiyyətini eləyir. Deyir, mən özümdən sonra 2 əmanət qoyuram, bir Quran, bir Əhl-i Beyt və Məhəmməd Peyğəmbər Həzrət Əli əleyhissalamın əlindən tutub deyir ki, mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Amma çox təəssüflər olsun ki, yəni Peyğəmbərin sözünə əməl eləmirlər. Ən dəhşətli bir səhnə, ən dəhşətli. Allah lənət eləsin, Peyğəmbərin vəfatından sonra xanım Zəhranın qapısının yandığı həmin o səhnə ki, bilirsiniz ki, gəlirlər Həzrət Əlini beyyətə dəvət eləyirlər. Həzrət Əli əleyhissalam o vaxt evdə olmur və Ömər Xəttab əmr eləyir ki, Peyğəmbərin Həzrət Əlinin qapısına odun yıxsınlar, odun yandırsınlar. O andadakı qunfuz altında Allah lənət eləsin bir şəxs qapını, xanım Zəhra qapının arxasında olur, qapını itələyir və xanım Zəhranın qabırğası sınır və hamilə olduğuna görə onun bətnində olan Möhsün adlı övladı həlak olur. Bu xanım Zəhranın qapısı Allah lənət eləsin. Bu da həmin səhnədir ki, Peyğəmbərin vəfatından sonra Peyğəmbər ki, Həzrət Əli əleyhissalamı xəlifə seçmişdi, amma 25 il onun haqqını qəsb elədilər. 25 il susduqdan sonra ən sonuncu xəlifə Osmanın ölümündən sonra artıq onda deyək ki, belə deyək, cəmaat ayılmışdı. Həzrət Əlinin qapısına gəlirlər və Həzrət Əli əleyhissalamı xəlifə seçmək istəyirlər. Əvvəl Həzrət Əli əleyhissalam razı olmur, amma sonradan razılıq verir. Bax, bu da həmin səhnədir. Bir dənə bu daş, divara, hər şeyə fikir verin. Aman Allah, necə gözəl yaradırlar, necə gözəl düzəldirlər. Və ən nə bilim, yox bu yox, o biri səhnə. Bu da Həzrət Əli əleyhissalamın 15 yaşında olduğu vaxt Məhəmməd Peyğəmbərin yerində yatdığı bir yerdir. Məhəmməd Peyğəmbər Məkkədən Mədinəyə hicrət eləyəndə Məkkə müşrikləri ki, onu öldürmək istəyirdilər və Həzrət Əli əleyhissalam Peyğəmbərin yatağında yatır. Məhəmməd Peyğəmbəri gecə ilə Məkkədən çıxardırlar və onlar gəlirlər Peyğəmbəri öldürməyə. Üzün açanda görürlər ki, onun yerində yatan Həzrət Əli əleyhissalamdır. Bu da Məkkə müşrikləridir. Yəni simvolik olaraq Allah onlara lənət eləsin. Peyğəmbərin evini təsəvvür eləyiblər və ən ağır səhnə, ən ağır səhnə. Allah İbil Mülcəmə lənət eləsin, İbil Mülcəmə lənət eləsin, İbil Mülcəmə lənət eləsin. Bu Küfə məscidini Ramazan ayının 19-u günü sübh namazında Həzrət Əli əleyhissalamı İbn Mülcəm, Allah əbədi ona lənət eləsin. Həzrət Əli əleyhissalamın minbəri çox dəhşətli bir səhnədir. Allah Əli əleyhissalamı, Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləmin, Əhl-i Beytin, İmam Hüseyin əleyhissalamı bütün qatillərini əbədi lənət eləsin. Allah bizləri ölən günə qədər onların qapısından ayrı salmasın. İnanın ki, dəhşətli bir mənzərədir. Çox istəyərdim ki, Nəcəf şəhərinə gələn hər kəs gəlib bura görsün, bura öz gözləri ilə görsün. Çox möhtəşəm. Yəni, insan inanın ki, özünü həmin yerdə təsəvvür edir.